تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الناس إنا خلقناكم من ذكر وأنثى وجعلناكم شعوبا وقبائل لتعارفوا إن أكرمكم عند الله أتقاكم إن الله عليم خبير صدق الله العلي العظيم يا عباد الله أوصيكم ونفسي بتقوى الله. Əziz və dəyərli möminlər, əvvəla özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Kərbəla şəhidləri, vətən şəhidlərimiz ruhlarına salavat zikr eləyək. Cümə namazına cəm olmuşuq. Biri digərinin ənvatı haqqında salavat zikr eləyək. Əziz və dəyərli möminlər, istəyirəm ki, bu cümə cəmiyyəti ayaqda saxlayan, ictimai zənginlik olan birlik, vəhdət və həmrəy fikir haqqında danışım. Bu mövzu ətrafında danışım və çalışacağım ki, çox vaxtınızı almayım. Bilirəm ki, dünəndən hamı əzadarlıqlardadır, yorğundur. Ona görə də çalışacağım, söhbəti çox uzun, uzadı eləməyim. İnsan niyə birliyə möhtacdır? Niyə insan cəmiyyətdə birliyə möhtacdır? Niyə cəmiyyətdə birliyə, vəhdətə ehtiyacı var? Çünki insan ictimai varlıqdır. Allah insanı ictimai varlıq olaraq xəlq eləyib. İnsan digər insanlara ehtiyaclıdır. Hər bir insan digər bir insana ehtiyaclıdır. Hər bir insanın potensialı, qabiliyyəti müəyyən çərçivədədir. Müəyyən şeyləri bacarır, müəyyən şeyləri bacarmır. Bacarmadığı şeylərə görə digər insanlara, bu işi bacaran insanlara, bu işin əhlinə ehtiyaclıdır. Buna görə də insan ehtiyaclıdır. Və bu yanlışdır, çox vaxt dua eləyirlər ki, ilahi məni heç kimə möhtac eləmə. Bu yanlış duadır. İnsan fitrətçi etibarı ilə ehtiyaclıdır. Bu duanı belə eləmək lazımdır ki, ilahi məni namərdə, pis insana möhtac eləmə. Çünki insan zaten ehtiyaclıdır. Bir insanın işi üçün digər bir insan vasitəçi olur. Ailədə, cəmiyyətdə də belədir. Ailədə hamı bir məqsədə xidmət eləsə, fərqli insanlar da ailədə, amma hamının məqsədi bir olsa, birlik olsa, həmin ailədə bərəkət olar, həmin ailədə problemlər olmaz. Yoxsa baxırsan ki, bir ailədə hərə özü üçün çalışır. Bir-birindən heç kimin xəbəri yoxdur. Bu halda belə bir şey olanda ailədə problemlər baş alıb getməyə başlayır. Gərək hamı çalışsın, amma məqsəd bir olsun. Cəmiyyətdə də belədir. Cəmiyyəti də ayaqda saxlayan insanların vahid bir məqsədə xidmət eləməkləridir. Vahid dəyərlər ətrafında birləşməyidir. Məsələn, bir qəsəbədə hamı bir-birini fikirləşib, birlik edəndə, kimliyindən asılı olmayaraq, hansı bölgədən olmasından asılı olmayaraq, hamı bir-biri ilə birlik eləyəndə, həmin qəsəbənin məscidi də abad olur, həmin qəsəbədə insanlara yardım da olunur. Bunlar hamısı birliyin hesabına əldə olunmuş bir şeydir. Hamısı birlik və etimad hesabınadır. Bir cəmiyyətdə birlik və etimad, insanların bir-birinə etimadı aradan qalxsa, bunların hamısı da ortadan qalxar. Heç bir iş görmək olmaz. Atalar necə deyirlər? Deyirlər, tək əldən səs çıxmaz. Məsələn, 44 günlük müharibə də bunun bir nümunəsidir. Cəmiyyətin bir olması.
Hucurat surəsinin 13-cü ayəsini oxudum xutbənin əvvəlində. Həmin ayədə buyurulur ki, ey insanlar, biz sizi bir kişi və bir qadından yaratdıq, yəni Adəmlə Həvvadan. Sonra bir-birinizi tanıyasınız deyə sizi millətlərə və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətliniz, baxın, bax söz budur, Allah yanında ən hörmətliniz, ən təqvalı olanınızdır. Diqqət etsəniz, Hucurat surəsinin 13-cü ayəsindən əvvəlki ayələrdə ya eyyuhəl-ləzīnə əmənu deyilir, yəni iman edənlərə xitab olunur. Amma bu ayədə isə deyilir ki, ya eyyuhən-nəs, ey insanlar, yəni fərqi yoxdur iman eləyən, iman eləməyən, dinindən, irqindən, millətindən asılı olmayaraq hamıya burada Allah xitab eləyir. Deyir ki, biz sizi bir kişi və bir qadından yaratdıq. Yəni demək istəyir ki, siz hamınız fərqi yoxdur, hamınız Adəm evladısınız. Ona görə də bir-birinizə heç vaxt fərq qoymayın. Heç vaxt deməyin ki, mən kimdənsə üstünəm, mənim millətim, mənim bölgəm, mənim kəndim, digərindən üstündür. Çünki hamı yaradılış etibarı ilə eyni kökdən gəlir. Cəmiyyətdə var belə şeylər. Baxırsan ki, kimsə ona pisliyi eləyir, kiminsə ona pisliyi dəyir də, ümumiləşdirərək başlayır deməyə ki, filan cəmaat zaydı. Başlayır hamını bir nəfərə görə hamını ümumiləşdirib pis təqdim eləyir. Bir nəfərə görə ümumiləşdirib bir cəmaatı, bir bölgənin cəmaatını, bir qəsəbənin cəmaatını pisləmək olmaz. Hər yerin öz yaxşısı da var, pisi də var. Hər yerin öz yaxşısı da var, pisi də var. Və ya bir bölgənin hansısa bir xüsusiyyəti ona xoş gəlmir, başlayır həmin bölgəni pisləməyə. Ola bilər ki, sənə xoş gəlməsin, amma sən bunu pis deyə bilməzsən. Bu, ona məxsus bir xüsusiyyətdir. O bölgənin cəmaatına məxsus bir xüsusiyyətdir. Bəs Allah niyə insanları deyir ki, burada qəbilələrə ayırdı, xalqlara ayırdı, bölgələrə ayırdı? Niyə? Niyə insanları xalqlara ayırdı? Çünki özü ayədə izah edir Allah ki, çünki bir-birinizi tanıyasınız deyə bunu elədik. Çünki təsəvvür eləyin ki, bir məktəbdə bütün siniflərin nömrəsi eynidir. Bütün şagirdlərin adları eynidir, soyadları eynidir. Bunları necə bir-birindən fərqləndirmək olar? Və ya bir qəsəbədə bütün məhəllələrin nömrəsi eynidir, adları eynidir. Bu qəsəbədə bir yeri necə tapmaq olar, necə nişan vermək olar, necə fərqləndirmək olar? Allah da insanları bir-birini tanısınlar deyə fərqli-fərqli qəbilələrə, fərqli-fərqli millətlərə bölərək xəlq elədi. Amma ayənin sonunda nə buyurur? Deyir ki, Allah yanında ən hörmətliniz kimdir? Ən təqvalı olanınızdır. Fərqi yoxdur, kim olursan ol, hansı bölgədən olursan ol, hansı irqə mənsub olursan ol. Əgər təqvan varsa, Allahdan qorxun varsa, vicdanın varsa, imanın varsa, sən Allah yanında ən üstün, ən hörmətli şəxssən. Bu ayənin nazil olma səbəbi haqqında qeyd olunur ki, Məkkədir fəth olunmuşdur. Peyğəmbər Bilal-i Həbəşiyə buyurdu ki, ey Bilal, qalx Kəbənin üzərinə azan ver. Bilal qalxıb Kəbənin üzərində azan dedi Məkkə fəthində. Deyirlər ki, Peyğəmbərə iman gətirən, sonradan iman gətirən Haris İbn Hişam, amma qəlblərində o Məkkənin əvvəlki təəssübkeşliyini saxlayan bir şəxs idi. Qayıtdı dedi ki, Peyğəmbər bu qara qarğadan başqa birini tapmadı ki, ya Kəbənin üstünə çıxarıb azan desin. Və digərləri də ona qoşuldu. Biri dedi ki, kaş mənim atam, yaxşıdır ki, mənim atam ölüb ki, bugünü görmədi ki, bu qara dərili qulam çıxıb Məkkənin üzərində ağalıq eləyir. Bu ayə nazil oldu. Yəni ki, heç də özünüzü heç kimdən üstün saymayın. Baxmayın qara dərilidir, nə olsun? Baxarsınız ki, o sizdən qat-qat daha üstün bir bəndədir. Allah yanında onun dəyəri sizdən qat-qat daha artıqdır. Bəs cəmiyyətdə birliyin nə pozur? Nə səbəb olur ki, insanlar bir-birindən ayrı düşürlər, cəmiyyətdə vəhdət pozulur? Buna səbəb nə olur?
Birincisi, bunun ən mühüm səbəbi təkəbbürdür. Bir cəmiyyətdə insanlar arasında təkəbbür olsa, həmin cəmiyyətdə birlik, vəhdət pozular. Çünki bilirsiniz niyə? Çünki təkəbbürlü insan mən deyərək özünü qaldırır dağın başına. Dağın başında da heç kim olmur axı. Dağın başında kim olur? Heç kim olmur. O qədər mən deyir, təkəbbürlənir ki, qalxır dağın başına və dağın başında tək qalır. Cəmiyyətdən ayrı düşür. Sındır o içindəki məni, sındır o içindəki təkəbbürü, qoşul cəmiyyətə. Həmçinin həsəd. Paxıllıq səbəb olur ki, cəmiyyət parçalanır. Baxırsan ki, biri biraz cəmiyyətdə irəli gedir, biraz qabağa gedir, digərləri onu həzm eləyə bilmir. Başlayır onu ayağından tutub geri çəkməyə. İstəmirlər irəli getsin. Amma sağlam cəmiyyətdə necədir? Sağlam cəmiyyətdə bilirsiniz necədir? Həmin ki, bir şəxs irəli gedəndə onun arxasınca gələnlər onu daha da irəli itələyirlər. Ki, daha da o irəli getsin, biz də onun arxasınca gedək. Və burada olur sağlam bir cəmiyyət, burada vəhdət formalaşır. Bu cəmiyyət inkişaf eləyir. Həmçinin cəmiyyətdə niyə görə qeybət, böhtan, yalan, böyük günahlardan hesab olunur? Çünki bunlar cəmiyyətdə birliyi, vəhdəti sarsıdan günahlardır. Bir cəmiyyətdə təsəvvür eləyin, qeybət yayılsa, yalan yayılsa, insanlar bir-birinin gözündə necə olarlar? Hamı bir-birinə etimadı olmaz. Səmimiyyət itər bir cəmiyyətdə. O cəmiyyətdə ki, səmimiyyət itdi. Sən birinə güvənmirsən ki, bu mənim üzümə belə söz deyir. İnanmırsan ki, o arxanca nə deyir, bilmirsən arxanca nə deyir. O cəmiyyətdə nə birlik ola bilər? Ona görə də bu günahlar yalandır, böhtandır, pislənilir ki, cəmiyyətdə birliyi və etimadı pozur. Cəmiyyətdə birliyi və vəhdəti yaradan səmimiyyətdir. Səmimiyyət olsa o cəmiyyətdə birlik və vəhdət olar. Məhərrəmlik ayı olduğu üçün yenə söhbəti gətirirəm Kərbəlaya. İstəyirəm Kərbəlada yekunlaşdırım söhbəti. Kərbəla hansı mövzuya toxunuruzsa toxunaq, Kərbəlada orada bizim üçün ən gözəl nümunə var. Elə vəhdətin də birliyin ən gözəl nümunəsi Kərbəladır. Baxın Kərbəla şəhidlərinə, o şəhidlərin içində cəmiyyətin hər bir üzvü var. Hər bir təbəqədən görmək olar. Baxırsan bir tərəfdə yaşlı, ağsaqqal Həbib ibn Məzahir, həmçinin cavan, gənc olan Həzrəti Əli Əkbər. Hamısı yaşlarından fərq olmayaraq, yəni biri yaşlıdır, biri cavandır, fərqli olmayaraq hamısı bir məqsədə xidmət eləyir. Hamısı İmam Hüseyn əleyhissalamın ətrafında cəm olub vahid bir məqsədə xidmət eləyirlər. Və necə də gözəl bir mənzərə yaranır orada. Deyirlər ki, hür ki tövbə elədi, gəldi İmam Hüseyn əleyhissalamın yanına. İmam Hüseyn əleyhissalam oğlu Əli Əkbərə dedi ki, get hürrü qucaqla, bağrına bas. Niyə? Çünki hür onların yolunu kəsmişdi axı. Ola bilər ki, onların qəlbində nəsə narazılıq zad qalar hürdən. İmam Hüseyn əleyhissalam bunu eləməklə bildirdi ki, yəni bizim ondan heç bir narazılığımız yoxdur. Çünki bir cəmiyyətdə bir-birindən insanların narazılığı olsa, o cəmiyyətdə birlik pozular. Narazılığı birinci növbədə ortadan qaldırdı İmam Hüseyn əleyhissalam. Və ya bir tərəfdə baxırsan Kərbəlada əvvəlcədən nəsrani, xristiyan olan Vəhəb. Hər təbəqədən var Kərbəlada. Hardan axtarsaz var, fərqli dinə mənsub, fərqli millətə mənsub, hər təbəqədən var. Hamısını İmam Hüseyn əleyhissalam elə bir ki, Şamin dövrəsinə pərvanə necə yığılar, hamısını yığıb ətrafına. Birlik yaradıb. Görün, necə gözəl bir mənzərə yaranır. Və ya bunu mən dünən də danışdım. Əbu Zər Əl-Qəffarinin qulamı John. Qara dərili bir qulam idi. Əvvəldən Əbu Zərin xidmətində dayanırdı. Əbu Zər şəhadətə çatandan sonra Əbu Zərin şəhadətindən sonra gəldi Həzrət Əli əleyhissalamın qulamı oldu. Dedi ki, mən sizdən uzağa düşə bilmərəm. Əhl-i Beytə böyük mərifəti var idi. Neçə illər xidmət göstərdi Əhl-i Beytə. Gəldi Kərbəlada, İmam Hüseyn əleyhissalam dedi ki, John, sən get, mən səndən beyyətimi götürürəm. Sən get, azadsan. Sən o qədər bizə xidmət göstərmirsən ki, kifayət qədər xidmət göstərmirsən.
Biz səndən razıyıq, Allah da səndən razı olsun. Amma John nə dedi? Dedi ki, ağam, məni rəva bilmirsən mənə ki, mən qara dəriliyəm, mən qulam deyə mənə rəva bilmirsən ki, mən də Əli Əkbər kimi gedim, şəhid olum, mən də Qasım kimi gedim, şəhid olum. İmam Hüseyn əleyhissalam ona icazə verdi. Və John meydana gedib şəhadətə çatandan sonra o qara dərili qulun başının üstünə gəlib İmam Hüseyn əleyhissalam onun üçün dua elədi. Baxın, dedi ki, Allah sənin üzün Allah yanında ağ olsun, John. Və Allah sənə elə bir ətir versin ki, səni behişt ətri ilə ətirləndirsin. Deyirlər ki, o Kərbalada ki, sonradan gəlib cənazələri dəfn eləyəndə, deyirlər ki, onun cənazəsinə yaxınlaşanda müşk iyi gəlirdi. Elə bir gözəl ətir iyi gəlirdi ki, hamı valeh qalırdı. Baxın, İmam Hüseyn əleyhissalam belə bir birlik yaratmışdı Kərbalada. Bu birlik səmimiyyətin, imanın və təvazunun müqabilində yaranan bir birlikdir. Allah Teala bizləri İmam Hüseyn əleyhissalamdan ayrı salmasın. Allah Teala cəmiyyətimizdə, xüsusilə də məscidimizdə vəhdəti birliyi daimi eləsin. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser. Fasalli li rabbika vanhar. İnna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim.